Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Almanların Qızıl Yumurta adlı nağılını danışacağam. Bir zamanlar Almaniyanın kəndlərinin birində yoxsul bir qoca yaşayırdı. Adı da Toyuqlu qoca idi. Ona Toyuqlu adının verilməsinin səbəbi özü kimi qoca və rəngbərəng tüklü toyuğunun olması idi. Qoca toyuğunun yumurtasını yeyir, qonşularından bir dilim çörək dilənir, bütün günü yuxulayır, başqa bir iş görmürdü. Günlərin birində Toyuqlu qoca günorta yeməyi üçün toyuğunun yumurtlamasını gözləyəndə bir sürprizlə qarşılaşdı. Bu dəfə səbətdəki yumurta adi yumurtaya bənzəmirdi. Qoca sarı, par-par yanan yumurtanı əlinə aldı, iylədi. Yerə vurub qabığını soymaq istəyəndə heyrət içində yumurtanın qızıldan olduğunu anladı. Qızıl yumurtanı cibinə qoyan Toyuqlu qoca dərhal baqqalın yanına getdi. Xeyli un, qənd, halva, yağ, ət, kalbasa, düyü aldı. Baqqalın şübhəli baxışlarını görüncə qızıl yumurtasını çıxarıb baqqalın ovucuna qoydu. Baqqalın gözlərinə işıq gəldi. Çünki əvvəllər bu boyda qızıl parçasını heç görməmişdi. Qocanın istəmədiyi başqa ərzaqlardan da qutuya doldurub verdi. Toyuqlu qoca əlində böyük, dolu torbalarla evinə qayıtdı. Amma gecə yarısı qızıl yumurta baqqalın kassasından çıxıb qocanın cibinə qayıtdı. Səhər yumurtanı yenidən cibində görən qoca o gündən sonra qabağına çıxan hər dükandan alış-veriş etməyə başladı. Ev aldı, torpaq, bağ-bağça aldı. Bölgənin ən zəngin insanlarından biri oldu. Hər alış-veriş etdiyi yerdə qızıl yumurtanı verər, axşama da yumurta özünə qayıdırdı. Yavaş-yavaş Toyuqlu qocanın xasiyyəti dəyişdi. Zənginləşdikcə ətrafdakılara yuxarıdan baxmağa başladı. Artıq özü kimi var dövlətli insanlarla oturub durur, kasıbları adam yerinə qoymurdu. Yoxsulları söyən, qəribləri qovan, dilənçiləri evinə buraxmayan qocanın bir gün qapısı döyüldü. Tanrı xətrinə, yoxsula bir sədəqə. Rədd ol buradan, axmaq dilənçi. Dərhal arabanı götür qapımdan. Yoxsa adamlarıma deyəcəm, səni kötəkləsinlər. Dilənçi bircə söz söyləmədən dönüb evdən uzaqlaşdı. Amma küçənin hələ başına çatmamış, evdə qəribə bir şey baş verdi. Qocanın ən böyük xəzinəsi olan qızıl yumurta cibindən çıxıb, dilənçinin arxasından yuvarlanmağa başladı. Dilənçi yumurtanı cibinə qoydu və gözdən itdi. Toyuqlu qocanın zənginliyinin sehri həmin an pozuldu. O gündən sonra sürətlə yoxsullaşmağa başlayan qoca qısa bir müddət içində əvvəlki kimi kasıb vəziyyətə düşdü. Toyuğunun qızıl yumurta yumurtladığı gün nəyi var idisə, həmin günkü kimi oldu. Yəni əlində heç bir sərvəti qalmadı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.